Gəlib bura çatmışıq qapımızın ağzına. Bu evin haçarı yadımızdan çıxır. Gedirik 5-ci hissəni çəkməyə. Ne şey var? Hiç mi? Yazırdınız ki 5-ci hissəni niyə çəkmirsiniz, niyə gecikir video. Ona görə çəkmirdik ki, hələ elə bir iş görülməyib. Amma türklər demiş, madəm ısrar ediyorsunuz, mən də gedirəm, görülən işləri çəkən baxasınız. Nə olursa? Ne? Nə olursa? Adi su. Qapısının necə? Adi su 2 dənə də köşə var. Qoyucukla limonat. Allah bulardı. Nə bir dənə sipət. Limonatımızı qoyucukumuza aldıq, gedirik dolmamıza. Bu akşam saat 9'da. Nə? Akşam saat 9'da kimi bəsiniz? Gəlib bura çatmışıq qapımızın ağzına. Evin haçarı yadımızdan çıxır. Gəlmişəm, mən girdim içəri. Cavid getdi hatarı gətirməyə. Həyətin vəziyyəti budur. Görün həyət nə gündədir. Cavid gəlincə buralara biraz əl gəzdirim. Onları yığışdıra bilmərəm. Amma bu taxtaları falan düşünürəm ki, buradan yığışdıra bilərəm. Baxın, biraz səliqəyə saldım. Biraz yox demək olar ki, nə qədər bacarıramsa. Burada taxtalar var idi, onları yığdım ora. Daşları falan təmizlədim, zibilləri götürdüm. Buranı biraz düzənlədim. Burada bütün zibilləri də yığdım ora. Orada gördüyünüz bütün zibillər də atılmalıdır. Bu qədər. Böyük bir iş görülməsə də, nə iş görülübsə onu çəkəcəm. Bu da usta Caviddir. Bilmirəm, suvağı çəkmişdim deyəsən, divarlar suvanıb. Suvaq vurulub. Bu qonaq otağıdır. Qonaq otağımızda hal-hazırki vəziyyəti budur. Kombi xətti çəkilib buradan. Divarlar suvanıb. İşıq yerlərdir, o da televizor xəttidir. Mətbəx də hal-hazırda bu vəziyyətdədir. Getdik. Koridor suvanıb. Bura suvanıb, su xəttləri yarısı çəkilib demək olar ki, kanalizasiya hələ çəkilməyib, kanalizasiya buradan olacaq. Burada da xəttlər yer qoyulub. Bura uşaq otağıdır. Uşaq otağı astar vurulub. Bu otaqda astar da vurulub, üzlük də vurulub, hə? Bu otaqda nə iş görülüb? Astar və üzlük vurulub. Belə. Paduqalar da vurulub, yalnız bu otaqda vurulub. Kombi xəttləri çəkilib. Pol hələ ki tərs üzdür. İnşallah işlər bitəndən sonra düz üzünə çevriləcək. Çox güman ki, qapılara hələ gücümüz çatmır. Çox güman ki, qapısız köçəcəyik köçəndə. Hal-hazırda vəziyyət budur. Bir də divarlar ağarandan sonra, hər iş bitəndən sonra sizə 6-cı hissəni çəkəcəm inşallah. Yəqin ki, bir də köçməyimi çəkərəm, baxarsınız. İnşallah gələn videoda hər şeyi hazır vəziyyətdə çəkərəm Allahın izni ilə. Hələlik dostlar, özünüzə yaxşı baxın.